Do you guys not remember? Do you guys remember? Salamlar, bu vlog part 3-ün ikinci hissəsidir. Birinci hissəsi üçün kanalıma keçid edib bunun bir alt videosuna baxa bilərsiniz. Demək, video çox uzun olduğu üçün iki hissəyə ayırdım və bundan əvvəlki hissədə də burada elədiklərimdən bir fraqment, kiçik bir fraqmentlər əlavə eləmişdim. Demək, günümü planlamışdım. Bir gün əvvəldən axşamdan nələr alacam. Mən həftəlik alış-verişi bazar günü eləyirəm. Yəni meyvə tərəvəz alış-verişini bazar günü eləyirəm. Belə mənə rahat olur. Günümü planlamışdım əslində. Nə qədər təmizlik eləyəcəm, nə qədər qidaya vaxt sərf eləyəcəm. Buna görə mənə biraz rahat oldu və videonu çəkib bitirəndən sonra fərqinə vardım ki, mənim bir bütöv bazar günüm rəsmən sadəcə kuxnada keçib. Və buna görə heyfslənmirəm, çünki işimin 90%-ni yekunlaşdırmış kimi hiss eləyirəm. Əsas kuxnada qaydasındadırsa, vaxtında yeməklər hazır olacaqsa və kuxnada təmizdirsə, demək olar ki, işimin 90%-i həll olunmuş sayılır. Buna görə də bir bütöv bazar gününü, istirahət gününü kuxnada keçirmək o qədər də heyfslənmədim. Bundan sonraki bazar günləri inşallah daha maraqlı keçər. Demək, alış-verişimi elədim, meyvə tərəvəzləri yerləşdirdim, kuxnanı yığışdırdım, şirniyyat hazırladım. Hətta dərsə belə getdim. Amma dərsə gedəndə kiçik bir belə deyim də anlaşmazlıq yarandı. İndi videonun irəliləyən hissələrində bu barədə danışacağam. Amma mən sizə başqa bir şeydən danışmaq istəyirəm. Deməli, bu semestrdə hər il yeni dərs ilində bizə qeyri-ixtisas fənləri keçirilir. Bir dənə keçirilir bu fən. Bu ildə Azərbaycan dilində işgüzar və rəsmi kommunikasiya dərsimiz oldu. Deməli, bizə gələn bir müəllim, bizi müxtəlif müəllimlər əvəz elədi. Öz müəllimimiz nəsibli gəlmədi. Müəllimin kim olduğunu qeyd eləməyəcəm. Qorxuram, bir gün videonun da qabağına çıxar. Demək, bizə belə bir cümlə işlətdi ki, nəsə dərsdən əlavə danışırdıq, dərsdən kənar bir mövzu barədə danışırdıq. Dedi ki, çox belə qaşqabaqlı bir müəllimə idi. Dedi ki, qadın deyir, ona görə ailəsində problem yaranır ki, qadın susmur. Mən də prosta dinləyirəm sadəcə qıraqdan. Qadının deyir, görürsən deyir, heyvanın dili yoxdur, amma özünü sevdirir. Niyə deyir? Çünki onun dili yoxdur. Belə bir söz işlətdi, belə bir ifadə işlətdi. Dedim, ay müəllim, axı insanla heyvanı müqayisə eləmək düzgün deyil. Səbrim çatmadı qulaq asmağa. Yəni, həqiqətən bir müəllimdən bu sözü eşitmək mənim üçün üzücü bir şeydir. İndi bunu izah eləyəcəm, nəyə görə belə düşünürəm. Mən 11 illik evlilik təcrübəm var. Müəllim nə qədər deyir, desin ki, qadın dözməlidir falan filan. Mən bunun evliliyin ağ tərəfində görmüşəm, qara tərəfində. Ona görə nə var, nə yox bilirəm. Bu söz mənə çox da təsir eləmir. Amma bir də düşünün ki, bu sözü 17-18 yaşlı bir auditoriyada səsləndirir. 17-18 yaşlıların dinlədiyi bir auditoriyada səsləndirir bu sözü. O uşaqlar hələ heç nə görməyiblər, hələ heç nədən xəbəri yoxdurlar. Məktəb təzə bitib və bir qız uşağı belə bir söz eşidir. Qadın ailə qurduğu zaman dözməlidir. Sonra o qız evlilik barədə nə düşünəcək? Yəni, evlilik bərabərdir, dözüləsi bir şey. Axı, evlilik bu deyil. Əgər bir insan bir şeyə dözürsə, niyə o şeyi öz xoşu ilə qəbul eləsin ki? Mən də orada müəllimə bunu dedim. Dedim ki, müəllim, insanlar xoşbəxt olmaq üçün evlənirlər. Deyir, mənim sözümü kəsdi ki, dedi, ümumiyyətlə deyir, hansı ailəyə düşürsənsə, o ailədə oranın qanunları ilə idarə olunmalıdır ev. Yəni, ailədəki qanunlar nədirsə, sən də ondan getməlisən. Birincisi, qadın evlənəndə ailə ilə evlənmir, bir insanla evlənir və onlar ikisi bir yerdə bir ailə yaradırlar. Və bu ailənin, təzə yaranmış bu ailənin öz qanunları olmalıdır. Necə hər evin öz qanunu varsa, yeni yaranan bir ailədə bir evdə, onun da öz qanunları olmalıdır. Bu bir. İkincisi, əgər evlilik dözüləcək bir şeydirsə, qadın niyə evlənməlidir ki?
Yəni qadın əgər susmalıdırsa, niyə evlənməlidir? Bəs nəyə görə qadını susacaq həddə gətirib çıxardır kişilər? Yəni sözüm hər kəsə aid deyil. Təbii ki, müəllimənin burada səsləndirdiyi ifadədir mənim fikrim. Kişi qadını niyə dözüləcək həddə çatdırmalıdır? Niyə o kişiyə anası vaxtında tərbiyə verməyib ki, həyat yoldaşını dözüləcək həddə çatdırmasın? Və mənim son argumentim də budur ki, tutaq ki, tamam, qadın dözməlidir, susmalıdır. Yəni qadın dözməsə nə olacaq? Cavab verir müəllimə ki, heç bədbəxt olacaq. Yəni burada bədbəxt olacaq bir şəxs qadın olur. Amma orada qadından daha çox bədbəxt olacaq bir kəs varsa da, o da onun həyat yoldaşıdır. Yəni düşün, bir kişi işləyir, çalışır, nə üçün? Öz ailəsi üçün. Yəni bir ailəsi üçün. Düşünün ki, bir kişinin bir ailəsi var, o işləyir, çalışır, qazanır, amma ailəsinə vermir. Qıraqda necə iyrənc görsənir bu? Yəni nə qədər iyrənc görsənir o insanın qazancı da heç kimi görsənir. Yəni amma ki, qazanıb evinə, ailəsinə xərcləyən insan hər kəsin yanında belə hörmətə layiq bir insan sayılır. Birincisi olaraq kişi ailəsini itirir, tək qalır. Hətta deyək ki, bundan sonra evlənəcək, qabağına necə bir insan çıxacaq bəlli deyil. Onun əvvəlki incitdiyi qadının ahını alacaq, almayacaq bəlli deyil. Və artıq bir ailəni məhv elədi bu insan. Artıq bir ailəni məhv elədi. Hansı hərəkətinə görə ki, özünü və valideyninin tərbiyə eləmədiyi bir insan özünü tərbiyə elə bilməyib deyənə bir ailəni, belə deyim də, yox, itirdi. Bu nə dərəcədə uyğundur? Ümumiyyətlə, müəllimlərin qadınlar, belə başa düşürəm ki, qadından daha çox düşmənidir, nəinki kişi. Bundan sonra eyni dərsi təsadüfən də bizə bir kişi müəllim dedi və orada biz axırda dedik ki, müəllim, bəs özü də çox intelligent insan idi, çox, yəni hər 3 aydan bir deyir, mən səyahətlərə gedirəm, çox gözəl geyinmişdi, yəni heç Azərbaycanlı, yaşlı bir insana oxşamırdı. Yəni zərrə aqressiyası yox idi, gənclərlə danışıq tərzi, gənclərə yanaşması çox gözəl idi. Gənci öz əlinin altında belə necə gəldi danışım, onsuz da uşaqdı kimi baxmırdı. Öz həmsöhbəti kimi görürdü gənci. Çox xoşuma gəldi o mənim və sonunda qrup yoldaşım ona bir sual verdi ki, bəs bizə nə məsləhət görərdinizsə, bu həyatı yaşamış, bu təcrübəni qazanmış bir insan olaraq bizə nə məsləhət verərdiniz? Müəllim dedi ki, biz sinifdə çoxu qızda da bir dənə oğlan var, oğlanı dərsə gəlməmişdi həmin günü. Deyir ki, öz ayağınızın üstündə durmağı bacarın. Maddi azadlığınızı heç kimin əlinə verməyin. Özünüzə gələcək qurun, ondan sonra həyatınıza bir nəfər alın. Bu da kişinin verdiyi məsləhət. Qadın deyir ki, qadın dözməlidir ailədə, başqa bir qadının tabiçiliyinə girməlidir, başqa bir qadının onun ərini yetişdirən ananın əlinin altında olmalıdır. Kişi nə deyir? Kişi deyir ki, öz ayağınızın üstündə durun ki, heç kim sizi tapdalaya bilməsin, əzə bilməsin. Mən bunları müqayisə elədim. Sonra belə bir nəticəyə gəldim ki, həqiqətən də qadının düşmənidir. Bu arada özüm hazırlamışam deyə demirəm. Həqiqətən də çox dadlıydı. Yəni bilsəydim yarpaqları tulamazdım. 15 manatlıq yarpaq məni çaşdırdı. Keşke tulamasaydım. Bu arada yarmarkadan aldığım kəhliyə otunu da içə tökmüşəm. Kavgeni çayımı içib, tabletkalarımı da içib çıxacağım evdən. Böyle görünürəm. Hazırlaşdım, getdim paltarları sərdim. Uşaqlar həyətdə oynayırlar. Mən də evdən çıxıram. İngilis dilindən çıxıb evə gələcəm. Qalan işlərimi sonra davam elətdirəcəm. Like this? No? Somebody who's not kind. Impolite. I don't remember. Nəsə dərsə çatdım.
Dərsə çatanda yadıma düşdü ki, 11-də yox, 12-də yox, 12-nin yarısıymış. Mən dedim ki, sorry teacher, I'm later. Can I come? O da dedi ki, yes. Mən də getdim oturdum. She says, why you later? I say, I forgot my lessons time. Dərsə yarım saat gecikməyim azmış kimi, hələ bir yolda evə qaydanda probkaya da düşdüm. Nəysə bir tədbir var idi. Yolun qırağında məktəbli uşaqlar, valideynlər bayraqlarla falan dayanmışdı. Gəldim evə. Evə bu şəkildə qoyub getmişdim. İndi tez bazar göyərtini təmizləyəcəm, paxlanı təmizləyəcəm, buranı səliqəyə salacağım. Bir də tvarok çıxartmışdım buzluqdan ki, açılsın, uşaqlara şirniyyat eləyim. Əli kalsium tərkibli çox az qidalanır. Qatıq vəbşə yemir, süd içmir. Ona görə də ona bu şəkildə şirniyyat hazırlayıram ki, kalsium tərkibli nəsə qəbul eləsin dişlərinə, boyuna görə. Şirniyyat da hazırlayacağım. Ümumi axırda çəkəcəm, çünki işim o qədər çoxdur ki, video çəkilişlə eləyəndə biraz yavaş işləməli oluram. Yəni həm çəkilişi, həm işi çatıra bilmirəm. İndi başlayıram. İnşallah görüşərik bura bitəndə. Paxlanı hazırladım, atıram buzluğa, çünki nə vaxt pişirəcəyim bəlli olmur. Hələ ki yemək var, ona görə başqa gün pişirəcəm. Paxla pişiyor. Adyalları da atım yuyulsun. Uşaqlar bundan sonra yorğanla yox, adyanla yatacaqlar. Bunları atıram yuyulmağa. Mən göyərtiləri hazırladım. Yudum, indi yerinə yığacam və uşaqlar yemək istədilər. Birazdan futbola gedəcəklər. Yaxşı ki, Ruslan gəlib, Ruslan uşaqları futbola aparacaq. Qalan işləri mən evdə qalıb görəcəm. Saat 6-da işlərim qutaracaq. Gedəcəm salona. Süfrə belə görsənir. O araya salıb aldığım reyhanlardan da kompot elədim. Bizim uşaqlar reyhan kompotunu çox sevirlər. Getir, tutukladık yine. Qəşəngdir. Hə. Abeçedir. Son tamamlama işləridir demək olar ki. Orada şirniyyatın reşlərini hazırlayıram yavaş-yavaş. Buranı yuyacağım, qabları yuyacağım. Abeddən sonra qalan artıq qablardır. Göyərtilər falan hamısı yığışıldı. Abed yeyildi, kompot hazırlandı. Bir dənə lebeniya supu eləyəcəm qabın üstündə. Yox, başqa içində eləməyəcəm. Qabları yuyub götürəcəm, buradan çıxıb yerləri domestosla siləcəm. Domestoslu su ilə siləcəm. Buradan çıxacağam. Ümid edirəm ki, çıxa bilərəm. Bilmirəm, bəlkə ola bilsin ki, buranı quruyandan sonra gəldim, şirniyyatı və şeyi pişirdim, axşam yeməyini. Sonra getdim və spalnilərə. Hələ bilmirəm, dəqiq fikirləşməmişəm. Nəhayət ki, buraları səliqəyə saldım. Nəhayət ki, bitdi. Buraların hamısını domestosladım. İndi şirniyyat üçün yağ çıxartmışam əritməyə. Artıq şirniyyatın da beş-beşini hazırlamışam. Şirniyyatı eləyim. Orada da ət çıxartmışam bir balaca lebeniya supu üçün. Onu hazırlayayım. Sonra keçəcəm spalnilərə. Yeri də sonra anladım. Amma silmədim. O pişi hamısını indi vaxtda silərəm ki, oradan bura keçəndə zirzibil gəlməsin. Belə. 2 dənə yumurta. Bir stəkan pesok, vanil, qabartma, limon rəndəsi və ərinmiş kərə yağı. Əslində soyuq olsa daha yaxşı olar, amma elə isti tökürəm. İndi bunları homojen hala gələnə qədər qarışdıracağım blenderla. Sonra aldığı qədər un töküb qoyacağım xaladenika. İndi apardığı qədər un tökəcəm.
İndi bunu qoyuram buzluğa. Hardasa bir 5-10 dəqiqə qalacaq. Sonra götürüb bişirəcəyik. Buzluqdan çıxartdıq mı? Şimdi forma verib. Bu şekilde pesoka batırıp bu şekilde yığacaq. Amma mən əvvəlcə rahat olsun deyə hamısını qurura koyuram. Salona da vaxt yazdırmışdım. Həm də olsun ki, vaxtında çata bildim. Çıxdım salondan. Dırnaqlarım bu şekilde oldu. Çok geçikti. Beğendim. Bu tabii ki müvəqqətidir. Bir günlükdür. Sabah siləcəm. Amma yine de beğendim. Duxovkanı timerə qoyub getmişdim. Gəldim evə və pichenkalar beləncə alınıb. Amma ki əsl rəngi düşmür. Bu üstü biraz cüzi qızarıb. Burada korичневый görürsən. Elə ki qum rəngidir. Yox, belə deyil. Adi sarı rəngdədir. Sadəcə buraları biraz çox qızarıb. Bu korичневый görürsən yerləri əslində qızarıb. Mən də yeyirəm. Doğrudan çox dadlıdır. Bir dəfə mütləq prov eləyin. Axşama lebenye süp eləyirəm. Əti qoymuşam qovrulsun. Bir dənə nanə tökəcəm. Bir də paprika, pul biber tökəcəm bura. Burada da düyü ilə noxud qaynayır. Qaynayandan sonra bunu qatıq, 2 dənə yumurta. Mən 2 dənə vururam çünki protein miqdarının yüksək olmağını istəyirəm. Biraz da çürüməsin deyə un. Bunu indi qəşəngcə qarışdıracağıq. Qaynayan kimi noxudun üstünə əlavə edəcəyik. Həm noxud, həm ət, həm qatıq, həm yumurta. Bunlar protein mənbələridir və bir pors lebenye supunda 5-9 qrama yaxın, baxır nə vurursan içine, nə qədər vurursan, məsələn əti çox vurursan, az vurursan, ona görə 5-9 qrama yaxın protein olur. Və protein də uşaqların boyunun uzanmasında, sağlam olmalarında, yaxşı inkişaf eləmələri üçün ən önəmli, belə deyim də, karbohidratdan, yağdan daha önəmli besin maddələridir. Təbii ki, hamısının önəmi var. Bəzi diyetologlar deyir ki, karbohidratı tamamilə kəsin. Xeyr, karbohidratın tərkibində D vitamini növləri var. Karbohidratı kəsən fol turşusu olmaz, bədəndə müəyyən çatışmazlıqlar olacaq. Həmçində Allah qidanı nə üçün yaradıbsa, ümumiyyətlə istifadə eləmək lazımdır. Çörədən də istifadə eləmək lazımdır, şirniyyatdan da, hər şeydən, amma qaydasında. Yəni, bütün günü otur makaronu, kartoşka ye, olmaz. Ətin də olmalıdır rasyonunda. İngilis tarelkası deyə, Oxford tarelkası deyə bir anlayış var. İçində var paxlalılar, yaşıllıqlar, protein, karbohidrat, hər şeyi içində. Mən çox bəyənirəm. Mən çox gözəl, necə deyim, toplanmış qidalardır və mən də bir neçə şey almışam. İnşallah bu yaxında onların reseptlərini sizə göstərəcəm. Bu bir həftədə nə tapdım yedim, ən ucuz, ən belə rahat hazırlanan nədirsə, onları çalışdım ki, hazırlayayım, vaxtı qənaət etmək məqsədi ilə. Amma bundan sonra yenə də sağlam qida rejimimə qayıdacam və sizə də nə yeyirəm, nə qədər yeyirəm, necə yeyirəm ki, kilo almıram. Kilo alanda belə, yəni çöldən görsənəcək qədər şiş olmur. Hamısı, belə deyim, əzələ üçün xeyirli olur. Bunların hamısını paylaşacağım inşallah. Amma ki, sizdən mən yaxşı geri dönüşlər alım. İnşallah xoş nəticələri görüm, davam eləyəcəm. Yoxsa mənim də həvəsim öləcək, çəkimi istəməyəcək. Burada da noxudla düyüdür qaynayacağım bir. Bu demək olar ki, qaynayır, suyu çəkilsin, suyu kərə yağında eləyirəm. Amma zeytun yağı da biraz üstünə əlavə eləyə bilərəm. Bilmirəm, baxacağım ətin quruluğuna. Biraz qovrulsun sonra. Всё. Supu tökdüm, belə hazırdır demək olar. Bu qaynasın, pişsin. Mən də süfrəni hazırlayım. Sup hazırdır.
Bu şəkildə görsənir. Bu kök salatıdır. Sadəcə kökdən ibarətdir. Limon suyu və zeytun yağı və duz əlavə edirik. Çox gözəl salatdır. Retinolla zəngindir. Vitamin A da uşaqların boyunun uzanmasında çox yaxşıdır. Həm də çox dadlı salatdır. Yəni kökdən əsər əlamət, kök dadından əsər əlamət qalmır salatda. Və qabaqdan yay gəlir. Parlaq zaqar eləmək istəyən insanlar üçün çox faydalıdır. Yəni hər gün bir dənə kök bu şəkildə hazırlayıb yesəniz çox faydasını görəcəksiniz. Mən də təşəkkür edəcəksiniz. Sadəcə tək o faydası olmayacaq. Qırışlar açılacaq, dəri parlaq olacaq. Yəni çox faydaları var bu salatın. Növbəti vloq təmizliyin son mərhələsi olacaq. Artıq spalnilərə keçəcəm. Bütün günümü kuxnada keçirdiyim üçün təbii ki, spalnilərə baxmağa vaxtım olmadı. Əgər məni izləməyə alsaz, mənə abunə olsaz, videolarımı bəyənsəz və öz fikirlərinizi bildirsəz, gələn bölümdə son tamamlamaların hamısını görəcəksiniz.